Aşığımız çox sağ olun. Gözəl ifalarınıza görə sizə mən bir-iki dənə suallarım olacaq. Bu bizim ənənəvi suallarımızdır. Qəlbi nur. Bu bir. Bəli. Təxəllüs. Necə oldu ki, siz Qəlbi nur təxəllüs aldınız? Qəlbinur çox gözəl sual verdiniz. Qəlbinur mənim təxəllüm deyil. Qəlbinur mənim adımdır. Adınız Qəlbi nurdur. Bəli. Maraqlıdır. Nə gözəl. Vallahi o vaxtı atam qoydu. Heç mən olmamışdan qabaq. Yəni yuxusun görüklərimi. Allah Taala tərəfindən səada gəlibdir. Doğrudan qəlbiniz nurdur. Həqiqətən üzünüzdən nur tökülür. Tərifləmək olmasın. Vallahi. Yəni yaxşı insan oxşayırsınız. Sizi tərifləyən təriflədi mənə ki, belə bir aşığımız var. Çox gözəl aşıqdır. Sağ olsun Nahidə xanım. Vasitəsilə Nahidə xanımı da salamlayıram. Doğrudan da o özü də çox gözəl müğənnidir. Çox gözəl qəlbi var. Sizi də onun da qəlbi çox gözəldir. Sizin də qəlbiniz həm nurludur, həm də adınız Qəlbi nurdur. Bəli. Çox gözəl. Mən sizi təbrik edirəm bu ada görə. Bir də ki, sənətə, bu aşıqlıq sənətini hardandır sizə? Necə oldu gəldiniz siz? Mehriban xanım, belə bir söz var, deyir ki, eldən öyrənmək, evdən öyrənmək. Mən SSR-nin dövründə vaxtilə, indi lor dildə desək, ənbəkkidən deyirdilər. Ustad aşıqların birinin evladıyam. Mən Kəlbəcərli aşıq möhbətin oğluyam. Allah ölənlərə rəhmət eləsin. Alanlara can sağlığı versin. Mən elə belə bir söz deyim, məni saz çalıb öyrənməyim, işməyim yadıma gəlmir. Elə mən göz açdım, hər sazla, sözlə, elə yavaş-yavaş dınıldada, sonra məktəbinə getdim, sonra bu birisi məktəb oxuduq. Gəldim, oldum, özümə aşıq demərəm, onu xalq deyir, tamaşaçılar deyir. Yəni sizdə nəsillikcə, fitri istedadlardır. Mənim əmim oğlanları da saz ifa edirlər, mamam oğlu elə buradan salamlayıram. Təxmini neçə aşıq var sizin nəsildə? Ata tərəfimdə bir 20-yə yaxın var. 20-yə yaxın. Bəli, əmim uşaqları, mamam uşaqları. Allah qorusun. Çox sağ olun. Atamın çox tələbələri var. Azad müəllim, Vəkil müəllim. Hamısını salamlayıram, Aşığı Sağı salamlayıram. Mən də ki, evladıyam. Dəyərli aşığımız, belə bir kitab əldə eləmişəm. Bu sizin kitab deyəsən, Qəlbi Nur, Möhəbbət oğlu. Tək mənim yox. Siz nəşr etdirmisiniz bu kitabı? Hə, çox gözəl, təbrik edirəm sizi. Bu üz qabığındakılar kimlərdir? Deməli, babamdır, atamın atasıdır, o birisi də nənəmdir. Allah rəhmət eləsin. Cəm ölənlərə rəhmət. O kişi ilə o arvadın... Bu da sizsiz. Bəli. Çox gözəl. Çünki bizim nəslin böyük nümayəndələr olardı. Hal-hazırdan kiçik nümayəndə də yaş dərəcəsindən mənəm. Sizsiz. Bəli, məndən balaca nə əmi oğlu, nə bib oğlu. Hələ yoxdur sizdən sonra. Bəli, sonuncu mənəm. Amma davam elətdirmək lazımdır. İnşallah da əlbəttə ki, mənim babamla nənəmin atamgildə 8 evlad olublar. 7 oğul bir qız. O deyərək 7 oğlum olsun, bizdə də qızım. Mənim atam, əmilərim, bir dənə də bibim olubdu. Hamısı qələm sahibi olublar, yazar olublar. Mənim atamın çox böyük arzusuydu ki, belə bir kitab işıq üzü görsün, amma çox təəssüflər olsun ki, atam onu görə bilmədi. Allah rəhmət eləsin. Mən ölənlərimizə rəhmət. Mən elə... Ruhuna həyan olur, yəni. Əlbəttə ki, onun arzusunu yerinə yetirmək. Bəlkə də buralardadır. Mən onun arzusunu yerinə yetirmək, əlbəttə ki, mənim üçün böyük bir qürurdur, bir şərəfdir, bir evlad olaraq, bir ustadımın şagirdi olaraq, mənim üçün şərəfdir bu. O zaman niyə bu qədər üzə çıxa bilmədilər? Qaşqınçılıq, köşkünçülük, indi komandir o həyatı yaşayıb, gözəl bilir. Bəli. Kasıbçılıq, kasıb böyüsək də, amma çox sağlam, savadlı böyüdük. Allah ölənlərə rəhmət eləsin. Əsas odur. Atam o qara sazla bizim hamımızı yekəltdi, boya başa gətirdi. İndi üzr istəyirəm, məni yox, bacılarımı yan-yön elədilər. Hamısı o qara sazın hesabı. Neçə bacınız var? 2 bacım var, bir də mənəm. Bir oğlan mən. Allah can sağ, evlidirlər də? Bəli, bəli. Bəs olan balaları heç həvəsi yoxdur saza? Yox, bacım oğlu Abbas, maşallah. Elə buradan da dayısının ürəyidir, salamlayıram.
Əmoğlu Qoşqarda salamlayıram. Əmoğlu Qoşqarda rəhmətli Abbas əmin oğludur. Bayaq işte şeirin dediyim əmin. Bütün əmoğulları, qohumları salamlayıram. Hər biriniz var olasınız. Amma ən əsası anamın əllərindən öpürəm. Anam mənim həyatımdır, varlığımdır. Anası sağdır. Anam durur, bəli. Salam gedək. Salamlayırıq ananızı. Əllərindən öpürəm. Allah ömür versin, sağlıqlı uzun ömür. Belə bir qərara gəldim ki, kitabı çıxartmaq lazımdır. Çox gözəl. Əmim oğlanlar da sağ olsunlar, mamam uşaqlar da sağ olsunlar. Elə birtəhər köməkləşdik, topalaşdıq. Buradan Dədə Telmanı salamlayıram efir vasitəsilə. Telman Hüseyni ön sözü Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bu yaxınlarda da 85 illik keçirildi. Allah ömür versin. Bizim ağsaqqaldır, hər zaman köməyimizə çatıbdır, var olsun. Elə Telman müəllim ön sözü yazdı. Getdim burada çıxartdım belə. Allah'a şükür o arzumuz yerinə yetdi. İnşallah daha bunu yaxşı fikirləşmisiniz. Bu bir tarixdir. Burada kimlərin şeirləri var? Orada bütün əmilərimin, əmim oğlanlarının, mamam oğlunun. Bütün şeirlərdə altında yazmışsınız ki, kimin bir dəqiqə üzr istəyirəm. Bax, bax, kimin şeiri başlayacaqsa, şəkili, ön sözü, ondan sonra şeirləri gedir. Gözəl. Əmim oğlanlarının da şeirləri var orada. Mamam uşaqlarının, oğlanlarının şeirləri. Bu bir tarixdir. Mən üzr istəyirəm. Bu kitabı burada nəşriyyatda çıxartdıranda bir alim gəldi, adını çəkmirəm. O, Qurani Kərimi Azərbaycan dilindən, Latin əlifbasına çöndərirdi ki, yəni bilməyənlər öyrənsinlər. O dedi, bu nədir? Dedim, belə-belə. Dedim, mən dünya ədəbiyyatında oxumuşam. Dünya ədəbiyyatını dedim, mən oxumuşam. Bu dünyada belə bir şey yoxdur ki, bir kişinin, bir arvadın 8 evladı ola, bunun hər biri qələm sahibi ola. Nəvələri qələm sahibi ola. Çox maraqlıdır, həqiqətən. Nəvələri də. Bəli, bəli. Fütür istedadlardır bunlar. Əlbəttə ki, Kəlbəcər, Allah təala hər yerə bir gözəlliyi, bir neməti verir. Kəlbəcərə də ki, şeiriyyatı, sazı, sözü verir. Allahın verdiyi bir vergidir. Allahımıza qurban olaq, şükür eləyək Allahımıza. Sizin də ki, bu kitabı çıxartmaqda çox gözəl iş görmüsünüz. Alqışlayıram mən sizi. Var olasınız. Bu yaxınlarda Dərdağ Ədəbi Şairlər Birliyi var. Bizim Kəlbəcərin, Dəldağ Kəlbəcərdədir. Oranın direktoru Namiq müəllimi salamlayıram. Namiq müəllim Dəldağlı şairdir, jurnalistdir. O da məni dəvət elədi. Həm də Dəlidağ Ədəbi Şairlər Birliyinin, yəni üzvlüyünə seçdilər, üzvlüyünə yazıldım. Təbrik edirik. Çox sağ olun, çox var olun. Çox gözəl. Həm də Dəlidağ Ədəbi Şairlər Birliyinin üzvüyəm. Var olsunlar. Davam eləyin, heç olmasa siz davam eləyin, nəsli yaşadın. Yox, əlbəttə ki. Deyirlər ki, saz söz itib, heç vaxt itməyir. Xeyr. Saz söz heç vaxt da itməyəcək. Bilirsiniz, saz bizə ululardan bir yadigardır. Saz niyə pastayanı həmişə, hər zaman sinəmizdə olur. Saz, başa düşən, musiqi duyumu olan insanlar üçün saz bir dünyadır. Bir aşıq, bir orkestrdir. Bəli. Bunu mən yox, ustadlarımız deyibdir. Ələsgər baba deyibdir, Şəmşir baba deyibdir. Allah onlara rəhmət eləsin. Allah ustadlarımıza rəhmət eləsin. Saz aləmində olan aşıqlara, saz ifaçılarına, hamısına can sağlıq arzulayıram. Sağ olsunlar ki, bu sazı yaşadırlar. Əlbəttə ki, mən həmişə də yaşatmaq lazımdır. Sənət yoldaşlarımın hər birini salamlayıram, hər birisinə salamlarımı göndərirəm, var olsunlar. Adlarını çəkə də bilərsiniz. Və mənim dəyərli əmim oğlu, gözəl qardaş, Xaliq İlqar oğlum buradan salamlayıram. Mənim dostumdur, dəyərli bir oğlandır. Xaliq, səni salamlayıram, öpürəm, bağrıma basıram. Allah can sağlığı versin. Ölənlərə Allah rəhmət eləsin, qalanlara can sağlığı. Amin. Beləliklə, sizdən bir dənə də ifa alaq. Mənim gözüm üstə. Buyurun. Baş üstə. Talehin əlindən düşdüm ellərə, qəm-kədər çağırdı meydana məni. Haqq ilə nahaq aşkar olsa da haqqım özü atdı pünhana məni.
Başıma gəlibdir yaman qəzalar. Pünhan Mövlan işimi eyləsin aşkar. Titrədi cismimdə bütün azalar, saldı çovğuna, borana məni. Nəcəf deyər işim düşdü təxirə. Pənah gətdim haqdan gələn səbrə. Ümidim var ağam Cənab Əmrə, bəlkə çıxarda bir yana məni. Dillərdən eşidib sevdiyim kəndim. Şükür Allaha biz qayıtmışıq. Atamın, babamın gəzdiyi yaylaq, şükür Allaha biz qayıtmışıq. O buz bulaqları, göy yaylaqları, yamyaşıl meşəli hünnür dağları, pəhləvan biləhli gəlin həyalı, doğma kəndimizə biz qayıtmışıq. Qəlbinurəm sənə gələn vətən mən. Qəriflikdən dilə gəldim yenə mən. Qayıdıram öz elimə, kəndə mən. Doğma Şahkərəmə biz qayıtmışıq, ana vətənimizə biz qayıtmışıq.